Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, Azərbaycan mediası Samirə Əfəndini çox müzakirə edir. Mən də bu barədə dünənləri bir video paylaşdım. Amma bu xanımın üzərinə çox getdiyi düşünürəm. Yəni bir mahnı müsabiqəsidir və mahnı müsabiqəsində niyə qucaqladı, niyə öpdü, onunla işimiz yoxdur. Amma sülh, əlbəttə ki, sülhə doğru gedişdə bütün bunlar baş verəcək. O xanımı da çox qınamağı mən xoşlamıram. Adi bizim xoşumuz gəlir belə bir məsələdən. Məsələn, ölkədə bir şey qalxır, biz başlayırıq Tarif Şurasını söyməyə. Halbuki Tarif Şurası kimdir ki, ona deyirlər qaldır, o da qaldırır. Sözüm onda və bütün bu rəylərdən sonra mənə maraqlı gələn hadisələrdən biri oydu ki, yenə insanlarımız yazdı altda ki, biz unutqanıq, biz unuduruq, yenə özümüzü qınayırıq. Bilirsiniz ki, Azərbaycanlılarda bu populyardır özünü qınamaq ki, biz unutqanıq. Bütün bunu deyən insanlar da hamısı görürsən ki, heç nəyi unutmuyub. Əslində qalsa biz unutqan deyilik. Bu günlər yenə də Xocalını bilənimiz var, kifayət qədər öz tarixini bilənimiz var və hadisələri də unutmuruq. Biz unutqanıqmı? Xeyr, biz unutqan deyilik. Amma biz savadsızıq. Amma biz bir-birimizə qarşı laqeydik. Bəli, bizim laqeydliyimiz və savadsızlığımız var. Çox təəssüflər olsun ki, ideoloji dövlətimiz də yoxdur. İdeoloji dövlətimiz olsaydı, o bizdə ideoloji tarixi, rıçaqları yerinə qoyardı, dövlətçiliyimizi inkişaf elətdirərdi və xalqı monolitləşdirərdi. Çox təəssüflər olsun ki, 100 ildir ki, bizim belə bir dövlətçiliyimiz yoxdur. Və biz 100 ildir belə deyək, yəsizik. Amma bütün bu unutqan olmayanlar da kimlərdir? Unutqan olmayanlar da bir ölkənin, əhalinin çox az hissəsi. Bütün faciələrimizin başında bizim savadsızlığımız gəlir. Biz unutqan deyilik. Biz savadsızıq. Biz laqeydik. Biz hər şeyi öz qarnımızla ölçməyi xoşlayırıq. Bizim bütün həyati istəyimiz, həyati bilgimiz ondan ibarət ki, biz pul qazanaq, evdəkilərimiz, ailəmiz yesin və qutardı getdi. Bu dövlətçiliyi deyil. Bunu yaddan çıxartmayın. Baxın, indiyə qədər adi insanlarda bu monolitliyi yaratmaq üçün, dövlət ideologiyasını yaratmaq üçün kinolar çəkilməlidir. Görün, bir kino varmı? Babək kinosu çəkilib Sovetlər dövründə. O da ki, Sovetlərdə bərabərliyi göstərmək üçün istifadə olunub. Və yaxud da Nəsimi kinosu çəkilib. Nəsimdə də göstərmək istəyir, güya ki, Nəsimi daha Allahsız olub. Biz də Allahsız bir dövlətdə yaşayırıq. Belə də olmalıdır. Bizə bunu təbliğ ediblər. Amma bizim təbliği kinolarımız isə yoxdur. Biz sadəcə olaraq, xalq olaraq özümüzdə olan immunitetlə yaşayırıq. Özümüzdə olan. Və bu immunitet də heç də zəif immunitet deyil. Biz nə unutqanıq, nə də biz unutqan deyilik, sadəcə olaraq savadsızıq və özümüzə qarşı laqeydik. Ona görə də heç kəs də bizə qiymət qoymur. Nə dövlət, nə başqaları heç kəs bizə qiymət qoymayacaq. Ona görə də biz öz qiymətimizi bilməliyik. Xalq olaraq qiymətimizi bilməli, savadlı olmalıyıq. Bir qrup yox, bütün kütlə savadlı olmalıdır. Adi, sadə bir sözdən danışırsan, bildi, bilmədi görürsən ki, yalnız söyməyi xoşlayır. Səninlə təfəkkürü eyni deyilsə sənə söyəcək. Səninlə təfəkkürü eyni deyilsə o saat sənə qarşı çevriləcək və ölkədə olan istər dini sektalar olsun, istər milli sektalar olsun, istər fikir ayrılıqları, bütün bu fikir ayrılıqları bizi xalq olaraq bir-birimizə düşmənləşdirir, bizim bir-birimizin ətini didməsinə və çox gərgin bir münasibət yaranır və görürsən ki, ictimai siyasi vəziyyətdə biz bir-birimizə çox əzab verməyə başlayırıq. Və bizim ən böyük nöqsanımız budur. Ən böyük nöqsan bu mənada biz toparlanmalıyıq, bir-birimizə qiymət verməliyik, bir-birimizi sevməliyik və savadlı olmağa məhkumuq. Əgər savadlı olmayacaqsa, nə səni yönətənlər sənə hörmət qoyacaq, heç kəs sənə hörmət qoymayacaq. Çünki cəmiyyətin paramparça olduğunu görən idarəçilər belə bunun bu formada qalmasında bəzən maraqlı olurlar. İstəyirdim bu barədə danışım. Heç də bizi unutqan deyilik, sadəcə olaraq biz savadsız və öz üstümüzdə işləməyən bir toplumuq. Təşəkkür edirəm diqqətinizə görə.